Allah and olsun sizə görə deyirəm. Vallahi billahi, əsasən də kimlərə görə məni o izləyən təbəqə var ki, durmadan deyirdi bir-birinə, mən burada onlara SMS yaza bilmirəm. O kəslərə qalanlar baxmasan da olar. Təkrar edirəm, mənə soruşurlar ki, bu İran savaşı nə ilə bitəcək. Mən bunu başlayana qədər görmüş bir adamım. Təkrar edirəm, sizlərə deməyə çalışıram ki, bir anlıq çok büyük pis bir beden his etmir. Beyin bu dəqiqə televiziyada görənlərə qarışıb deyə bizə adi gəlir hər şey. Beden his eləyəcək, nəfəslə, onunla, bununla dünyanın hər yerində bir şeylər olacaq. Ona görə dərmanı, ilacları indidən nə lazımsa hazır saxlamaq lazımdır.